İndi bizim Güney Azərbaycan bölgəsində durum çox ağırdır. Gerçekten çok ağırdır. Yani dayanılmaz ve inanılmaz bir durumla karşı karşıdır. Necə ola bilər ki, bir ölkədə sən yaşayırsan, bir torpaq üstündə yaşayırsan ki, bunun yer qaynaqları bitməz haldadır. Bizim qızılımız vardır, bizim nəftimiz vardır, bizim yer qaynaqlarından hər nəminəmiz vardır. Yəni dünyada bir çox ölkələrdə bizim Güney Azərbaycan qədər yer qaynağı yoxdur. Amma buna baxmayaraq, dünya millətlərinin içində bizdən də daha bədbəxti, bizdən də daha avarası düşmüşük bir dənə rejimin girinə ki, bizim hər nəminəmizi çapıb, çalır, aparır və üstəlik də bizim millətimizi elinə və asimilə olaraq bir böyük bir ağır bir dərin siyasət yaşayır buna. Əli bəy, buradan davam edək. Biz Güney Azərbaycan milli fəalları nə edə bilərik bu zülmə qarşı? Bizim görevimiz nədir? Biz nə cür bir addım ata bilərik? Öncelikle Buyurun Əli bəy. Əkbər bəy, biz bu zulmə, bu ədalətsizliyə, bu cinayetin karşısında səssiz qalmayacağıq. Hər təhtəkimizin, boynumuzun borcudur bu milli fəallarımızın arkasında durmaq və bunların səslərini dünyaya çatdırmaq. Bugün bilirsiniz, bu azlıq aksiyası bütün dünyanın ilgisini çəkibdir. Necə ki, bunlar qəhrəmancasına bizim yiğitlərimiz canlarını ortaya qoyub bu aksiyanı geçirirlər, ölüm qalım mücadiləsi verirlər. Bu bütün dünyada, bütün beynəlxalq millətlərin diqqətini çəkibdir və bu bizim boynumuzun borcudur ki, bunların səsi olub, bunların səslərini beynəlxalq millətlərinə, bütün dünyada hər kəsin qulağına çatdırmaq və bunların yanında, kənarında durmaq və bunların ailəsinə dəstək olmaqdır.